Sən o çarələr tükənəndə bir uğur gəlir. Əslində bugün Ukrayna-Rusiya cəbhəsində baş verən hadisələr, ümumiyyətlə Ukraynanın başına gələnlər bizim hər birimizi narahat edir. Hətta bəlkə də bir çoxlarımızın ürəyini ağrıdır. Çünki əvvəla bir qədər ortaqlığı var. Hər bir Azərbaycanlı da anlayır, hər bir ümumiyyətlə vicdanlı insan başa düşür ki, bugün Ukraynanın yaşadıkları haqsızlığın qurbanının yaşadıklarından fərqli bir şey deyil. Bugün Ukraynanın başına gələnlər sabah hər bir Rusiya qonşu olan dövlətin, hətta aralıda olan dövlətin də başına gələ bilər. Çünki Rusiyanın tarixi təəssüf ki, başdan-başa təcavüz, müharibə, haqsızlıq, ədalətsizlik tarixidir və Rusiya hər fürsətdə çalışıb ki, xalqların azadlığını boğsun, xalqları işğal altına alsın, əsarət altına alsın. Yəni bu azadlığa qənim kəsilən bir gücdür, bir imperiyadır və çox təəssüf ki, bugün Ukrayna xalqı bütün ağrısını, acısını yaşayır və bu baxımdan da biz Ukraynanın sanki uğurlarına sevinirik, uğursuzluqlarına da təəssüf edirik. Bu təbii, anlaşılandır, başa düşüləndir. Amma mən məsələnin bu qədər də sadə olduğunu düşünmürəm. Yəni mən hesab eləmirəm ki, Trump yalnız orada baş verən o münaqişə ilə və yaxud da anlaşılmazlıqla əlaqədar addımlar atır və yaxud da hər halda dövlətlər belə boş şeylər üzərində dalaşmırlar, yaxud da mənə üzrxahlıq eləməsən mən yardımı dayandıracağam, etsən dayandırmayacağam kimi polemika, ritorika üzərindən irəliləmir. Məncə bu artıq Trump administrasiyasının stratejisidir, hədəfləridir. Və indi siz də qeyd elədiniz, yaxın vaxtlarda onun Putinlə görüşü də ehtimal olunur. Hətta mətbuatda artıq var, o nazirlərinə dövlət departamentə və səhv etmirəmsə Maliyyə Nazirliyinə tapşırıbdır ki, araşdırın görün Rusiya ilə sanksiyaları, hansı sanksiyaları necə yüngülləşdirmək olar. Trump sanki bir mənalı olaraq artıq Rusiya yönümlü bir siyasəti izləyir. Amma bunun üçün öncə Ukrayna ilə münasibətləri qırmaq lazım idi. Bu zaten də Avropanın, dünyanın ümumiyyətlə, o cümlədən ABŞ-nin özünün bir çox siyasətçiləri, strategiləri bunu öncədən deyirdilər ki, Trump gəlsə belə eləyəcək. Trump gələcək, Rusiyaya yaxınlaşacaq, Ukraynanı müdafiə etməyəcək, Avropa ilə qarşı durmaya gedəcək. Bu gözlənilən və bir təqribən ehtimal olunan bir dəsti xətt deyildi. Yavaş-yavaş öz yerini tutur. Trump bunları nədən edir? Əlbəttə, bunun nədənləri çox ola bilir. Amma biz görsək, ən ciddi səbəblərdən biri odur ki, Trump bugün Amerikada küresel güclə savaşır. Ola bilsin, Trump özü də bəlli bir gücü, hansısa fərqli bir gücü təmsil edir. İndi o barədə çoxlu söhbətlər var, bəzən bunlara komplet teoriya deyirlər. İndi bu barədə danışıb hələ belə deyək də bu mövzumuzdan yayınmayaq, amma nə vaxtsa bu barədə biraz ətraflı söhbət eləmək olar. Hər halda biz bilirik ki, dünyada böyük güc mərkəzləri var və dünyanın idarə olunmasını yalnız dövlətlər deyil, dövlətüstü bu qurumların, eyni zamanda bir çox şirkətlərin, böyük küresel şirkətlərin müstəsna rolu var, təsiri var və yeni dünya düzəninin qurulmasında da onların çox ciddi bir ağırlığı var. Bu baxımdan, yəni bizim müşahidə etdiyimiz qarşı durmalar əslində çox şeyi ifadə etmir. Dərin bir savaş var və bu arxadadır, kölgədədir. Və bu günləri Trump'ın Rusiya ilə yaxınlaşması, Ukrayna qarşı olması, Avropa İttifaqı ilə münasibətləri sanki sərinlətməsi əslində o dibdə gedən savaşın və yaxud da o böyük güclərin arasında olan münasibətin və yaxud da mübarizənin nəticəsidir, təzahürüdür. Trump sanki Amerikada küresel gücü bir formada enə bildi, yəni hakimiyyətə gələ bildi. Onun yəqin ki, onun müəyyən dediyim kimi başqa bir gücün dəstəyi və himayəsini arxasına aldı. Amma bu hələ bunlar üçün yetərli deyil. Bunlar hesab edirlər ki, bugün Avropada da, xüsusilə Avropa İttifaqına bu həmin küresəlçilərin bir strukturu kimi, qurumu kimi baxırlar və biz görürük ki, qələbədən dərhal sonra Trump və komandası Avropaya hücum etməyə başladı. Məsələn, Almaniyada alternativ partiyanı dəstəklədilər, Britaniyada yenə bir sağçı partiyaya dəstək çıxdılar. Məsələn, deyək ki, bu andişmə mərasiminə yalnız İtaliyanın baş nazirini və Macarıstanın baş nazirini dəvət elədilər. Yəni bunlar da millətçi, sağçı falan hesab olunur. Yəni bütün bunlar hamısı onu deməyə əsas verir ki, əslində bu Rusiya-Ukrayna savaşı fonunda baş verənlər həm də başqa güclərin də savaşını qarışdırıb. Yəni burada belə deyək, sanki bir neçə mübarizə çoxlaşıb. Və böyük ehtimalla Trump və onun komandası Zelenskinin də məhz küresəlçilərlə bir
qütbi də hesab edir, bir mərkəzdə hesab edir. Ona görə bu gün Ukrayna və xüsusilə də Zelenski olan o yanaşma, o görüşdəki o davranışlar, o törədilən nə bilim sistemlər, hücumlar falanlar həm də onunla bağlıdır. Yəni burada o məşhur ifadədə olduğu kimi deyir, şəxsi seçkilə yoxdur. Bu işlə bağlıdır. Yəni bunların siyasəti ilə bağlıdır. Sanki kim kimi məsələsi qoyulub. Ya bu güc o birisi gücü sıradan çıxardacaq, ya o bunları məhv edəcək və s. Bax bu savaşın dediyim kimi o böyük güclər arasında, qütblər arasında olan savaşın təzahürü bu formada ortaya meydana çıxır. Bugün Rusiya sanki bundan məmnundur. Və Ukraynanın zəifləməsi əlbəttə Rusiyanın xeyrinədir. İndi Rusiya artıq hücumlar edir, falan edir. Amma mən düşünürəm ki, bu da o qədər sadə deyil və o qədər asan deyil. Rusiyanın zaten biz kifayət qədər ciddi itkilər verdiyini və tükəndiyini fərqindəyik. Hətta belə bir ehtimal da var ki, o sanki o son gücünü yığıb, son potensialını, bütün o arsenalında nəyi var, hamısını yığıb bir performans göstərir. Yəni mən güclüyəm, hələ də mənim qarşımda heç kim dura bilmir effekti yaradır və bununla da qarşı tərəfi deyək ki, o atəşkəsə məcbur etmək, yəni o sülhə məcbur etməni istəyir.